Bugün bizim kəndimiz verilişinin 3-cü buraxılışı ilə qarşınızdayıq. Bu dəfə yolumuzu salmışıq Kürdəmin gözəl kəndlərindən biri olan Muradxan kəndindən. Gəlin bu kəndin insanların, adət-ənənələrini daha yaxından tanıyaq. Kəndin tarixinə gəldikdə Nurlanlar, deyilənə görə mən dəqiq bir məlumat deyə bilmərəm. Hətta bu kəndin tarixi Səfəvilər dövləti nə qədər gedib çıxır. Murad adlı bir şəxs, xan, burada gəlib oba qurub, sonra cəmaət də bunun, hətta sonra xanlıqlar dövründə, 18-ci əsrdə. 18-ci əsrdə Gəncədən bura, həmin bizim bu kəndə gəlib köçən əhali olub. Və hal-hazırda da onun nümunəsi olaraq bizim kəndin məhlə deyirik o, Gəncəli məhləsi. Burada belə bir maraqlı bir məhlə var. Məhlənin adı Gəncəli məhləsi adlanır. Bu məhlənin də tarixçəsi çox qədimdir. Aydın məsələdir ki, 18-ci əsrdə bura Gəncədən bir neçə ailə gəlir. Hal-hazırda sizin gəldiyiniz bu yer Muradxan kəndinin Gəncəli məhləsidir. Bu Gəncəli məhləsdə 18-ci əsrdə gəlmiş bir neçə ailə vətəndaşları olub. İndi onların törəmələri var, nəvələri, nəticələri, köçicələr hətta. İndi hal-hazırda burada yaşayır. Vatan müəllim, deyirsiniz ki, Gəncədən bir neçə ailə gəldi Muradxan kəndinə. Bəli. Burada yaşadılar. Onların ləhcəsi hələ də fərqlənir bizim ləhcəni. Onların bilirsiniz, Gəncələn şirin bir ləhcəsi var. Yox, indi o şey nəticələrə keçib də o ləhcə içib. Yox, eyni Muradxanlar kimi danışırlar. Kürdəmir ləhcəsi. Kürdəmir ləhcəsi ilə danışırlar. Bu mərasim evin Qədirov xanlar tikib, Meçidi Əkbərov Zülfüqar tikib, ağaçları Tağıyev Elşad əkib. Yəni belə onlar kənd üçün xeyirxah işlərlə məşğul olurlar. Hər vaxt da yəni insanların əyləncə yerlərini var, hansı ki onlar təşkil edib, onlar şərait yaradıb bu işə. Çox qədimdən də qalmış, tarixi bilinməyən burada bir ocaq var. Abidə kimi də istifadə olunur. Ocaq kimi cəmaət bura inac yeri kimi istifadə edirlər. Gəlirlər, gedirlər, hətta başqa rayondan da bura gəlirlər. Amma bugünkü günə qədər mütəxəssislər də gəlib, hətta İran İslam Respublikasından bura mütəxəssis gətirdilər, imkanlı olanlar. Onun üstünü oxuya bilmədilər. Bu pirin tarixi bilinir. Siz gözünüzü açıb bu piri burada görmüşsünüz. Mənim 70 yaşım var, mən burada görmüşəm. Mən hələ valideynim də böyle deyir ki, mənim yaşımdan çox qabaqlar olan şeydir. Burada əlavə qəbirstanlıq da var. Burada vaxtilə Muradxan kəndini hündür yer olduğuna görə insanlar burada dəfn edirlərdi. İndi böyük qəbirstanlıq şəraiti yarandığına görə qeyri-yerdə, kəndin indi gedib baxarıq da qeyri-yerdə var. Bəzi adamlar deyir ki, burada qoşunlar keçəndə sərkərdə boğulub, burada ölüb, bunu dəfn ediblər, başlayacaq qoyublar. Ondan bəri neçə əsrlər keçib, tabi biz o dərk eləməmişik. Da yəqin vaxtı ilə məşğul olmayıblar, dinə qarşı mübarizə olub, insanlar dindən aralanıb, ona görə də qalıb bilir. Hələlik buna biz bilmirik ki, bu nədir. Muradxan kəndi həm də ki qəhrəman oğulları ilə tanınıb. O oğullardan biri də Sovet İttifaqı qəhrəmanı Məmş Abdullayevdir. Məmş Abdullayev Sovet qəhrəmanı 1923-cü ildə bu evdə doğulub, bu həyətdə doğulub, boya başa satıb. Buradan da hərbi xidmətə gedib, Sovet qəhrəmanı olmalı. 1941-ci ildə, 42-ci ildə odlu müharibə vaxtı, Böyük Vətən müharibəsində. Müharibəyə yollanıb, atasının, anasının bir övladı idi. 3 qızdan sonra bir övladı olub. Gedib müharibəyə, böyük uğurlar qazanıb.
3 dəfə qırmızı ulduza layiq görülüb. Döyüşlərdə Kursk uğrunda mübarizədə, Stalingrad uğrunda mübarizə aparıb, döyüşlərdə fərqlənmə ilə mükafatlandırılıb. Döyüş yolları böyük olub, uzun olub. 2 ildən artıq döyüş yolu olub onun. Abdullayev rəhmətlik Məmiş Abdullayev Narvat çayı üzərində, Polşanlar şəhərində gedib orada Alman faşizminə qarşı mübarizədə özü də olub serjant, böyük serjant olub, Sovet qəhrəmanı pulemyotçu olub. Orada da aldığı zədədən sonra, yaradan sonra 1945-ci yanvar 20-sində vəfat edib. Kəndə qara su dövrü deyirdilər. Yaşlı adamlar bunu çox yaxşı bilir. Təsəvvür eləyin ki, üzüb bu tərəfə kənddə demək olar ki, hər tərəf qamış idi. Deməli, Qaçar müəllim, deyirsiniz ki, burada heyvandarlıq üçün münbit şərait var idi. Münbit şərait var idi. Hətta yaşlı adamların deməyinə görə mən özüm görmüşəm, bu kənddə ancaq camış heyvanı saxlayırdılar. Süddik, ətindən də istifadə olunurdu. Hətta deməli töylədə yaşayan bu qamışlar gedirdi kəndin ətəklərində o qamışlıqda balalayırdılar. Təbii şəraitdə. Bir də görürdün ki, 10 gündən, 15 gündən sonra balası yanında qamış. Hətta deməli qamışların o yaşlı adamların dediyinə görə deyirəm, hətta bir qamışın çəksi 1 tona qədər gəlirdi. Hətta. Çünki bəli, onun üçün şərait var idi, bataqlıq var idi, gedirdi qamış orada həmən o suluqlardan, o qamışlardan yeyirdi, yatırdı orada, sərniyirdi. Yəni ki, öz təbii. Amma sonradan zaman keçdikcə o qara su kəsildi. Sonradan indi hal-hazırda kətdə barmaqla sayılan qamış tapmaq olar. Hamısı inək heyvandır. Çünki onlar üçün təbii şərait yox idi. Məlum məsələdə göl quruduldu. Bəli. Camışçılıqda, camışçılıqda təsərrüfatı demək olar ki, sıradan çıxır yəni. Sıradan çıxdı. Onların təsəvvür eləyin ki, mən özüm görmüşəm, o qamışdan sağılan suyu çox yağlılıq var idi onlarda, yağlılıq. Əhali, xalq onda açığı deyək də, onda nə xaladenlik var idi, nə bir şey var idi. O dövrdə 60-cı illərdən əvvəldən söhbət gedir. Yağı yığırdılar, duzlayırdılar, yığırdılar vedriyə. Vedriyə saxlayırdılar. Belə quyularda, su quyularında ki, yəni ki, yayda isti ərimə. Və belə kəndin Keyfiyyətini saxlayırdı da. Böyle keyfiyyətin, təbii keyfiyyətini saxlayırdı əlbəttə ki, hər bir şey. Kəndin ümumiyyətlə son dövrlərdə isə, indiki müasir dövrdə kənddə görürsən ki, söz yox, bax, texnologiya var, hər bir şey var. Məsələn, internetdən istifadə edilir, işığımız, qazımız, suyumuz, hər bir şey var. Amma məni ən çox belə nəsə miskilləndirən odur ki, o təbiilik, o əsasən o təbiət. Təbiət elə ki, bu texnologiya gəldikdə, üstələdi onu. Ay sağ ol. O təbiəti üstələdi. Bax, o qamışlıqlar qurudu, hamısı bax, müəyyən dərəcədə bax, belə görürsünüz. Biz hal-hazırda Muradxan kəndində gözəl bir bağdayıq. Deməli, bağda gəzərkən diqqətimi çəkən bir bitki oldu. Bu da qanqaldır. Bu bitkini çoxlarınız tanıyır. Bu bitki əsasən qaraciyərin filtr rolunu oynayır. Qaraciyərə çox xeyirlidir bu bitki. Özüm də bu il yeməmişəm bundan. İndi yeyəcəyəm. Görək dadı necədir. Göz haqqınızı halal eləyin. Amma yol kənarında satılır, yəni alıb yeyə bilərsiniz. Elə tapılmayan bir şey deyil. Şipşirin, əla, sulu.
Həqiqətən də dadı möhtəşəmdir. Natiq müəllim, xeyirli olsun bağınız, bağçanız. Çox gözəl bağ salmısınız burada, yaratmısınız. Bilirəm, sağ olun. bunun əsasən zəhmətli birinci növbədə başında duran. İkincisi ki, bizə bir dənə xahişim sizə məlumat verərdiniz ki, bu bağ neçənci ildə salınıb, neçə illikdir, nə ağaçlar əkmisiniz? Çox sağ olun, xoş gəlmişsiniz Muradxan kəndinə. Bizim bura gözəl bağımız, bağçamızdır. Torpağımız münbit torpaqlardır. Bağ şəraitinə uyğundur. Ağaçlarımız fakt göz qabağındadır, görün ki. Bu ərik ağaçlardır, türk sortudur. Bunları biz təxminən 6 il bundan öncə əkmişik. Bəli. Burada qarşı bağlarımız var. Qarşıda heyva bağı var. Türkiyədən götürülür ağaçlar. Nar bağları var. Qarşıda da alça bağlarımız var. Natiq müəllim, suvarması damcı sistemidir gördüyüm kimi. Suvarması bizdə damcı sistemidir. Hər bir ağacın dibinə 2 xət gedir, 2 damcı şlanklar gedir. 50 santdan birdir, damcı axır var. Qane eləyir, bəs eləyir suvarma bu ağaçları polnuslu bəs eləyir. Burada ağaçların yəqin ki, xüsusi bağbanı var da. Neçə bağban fəaliyyət göstərir bağınızda? Bağban əsasən mən özüm baxıram bu işlərə. Yəni vaxtında gəlib gedib, öyrədib kitablarla məşğul olmuşuq, öyrənmişik. Ona görə təxminən özüm baxıram. Bütün agrotexnika qaydalarını da vaxtı-vaxtında yerinə yetiririk. Hal-hazırda texnika orada işləyir, qadınlar bu üzrə işləyirlər. Bütün yəni işlərimiz bağın içində gedir belə. Bağda deməli meyvə yığım vaxtı neçə işçi çalışır? Yəni ki, neçə işçi var bağda? Olur. Meyvə yığımı vaxtı. Mövsümdə belə deyək də təxminən 80-90. İndi amma az olur da, yəni. İndi az. İndi baxırda xurma bağlarında biraz çox olur işçilər. Saatlıdan gəlib işləyirlər, Sabirabaddan gəlirlər, Kürdəmirin kətlərindən gəlirlər burada işləməyə, qadınlar, kişilər, hər kəs, Karlar kəndinə, Topal Əsənlidən, hətta Göyçaydan gəlir burada bizim bağda işləyirlər. Natiq müəllim, ərik ağacı məhsuldarlığı Kürdəmirdə necədir? Yəni ki, istədiyiniz məhsulu götürə bilirsiniz. İstədiyimiz məhsulu bəli götürür. İndi elə ki, hava şəraitindən asılı olar, yağmurluqdan əslində. Bu il hava şəraiti münbitdə yaxşıdır. Ağaçlarımız da çiçək açıb saat. Mayalanma da gedir, təxminən 90% mayalanıb. Şükür Allah, indi bağacaq axırda sezonda necə olacaq. Ərik ümumiyyətcə məhsuldar ağaçdır. Öz məhsulu tez yetişən, tez böyüyən ağaçdır. Natiq müəllim, bu Kürdəmir istisi, bildiyimiz kimi də isti olur. Onun meyvənin şirinliyinə, böyüməsinə təsiri var, yəni ki, necə təsiri var? Çox böyük təsiri var, çünki günəş şüası meyvəni şirinləşdirir. Ona görə bizim ümumiyyətcə Kürdəmir rayonunda, ümumiyyətcə burada harda ağaçlar var, bizim meyvələr bütün rayonun meyvələrindən fərqlənir. Şirinliyinə görə, bəli, dadına görə fərqlənir. Onlar həmişə ağsaqqallar deyirdi ki, bizim torpaqlarda ancaq nar ağacı və heyva ağacı bitir. Deməli, heyva ağacı çox dözümlü ağaçdır, bildiyimiz kimi. Kötüyü çox dözümlü olur, davamlı olur. Deməli, bu ağaçlar Türkiyədən gəlib, 4-cü ildə əkdiyimiz, 4-cü ilə keçib. Hal-hazırda görürsünüz bunu. Bəli, bu torpaqlarda yaxşı yetişir, çox gözəl yetişir. Bizim hətta Kürdəmir sortumuz var, özümüzün məciləmiz var. O da çox gözəl heyvadır, bir neçə ağac bizdə də var ondan. Bu da yaxşıdır, yetişir burada. Kübrəsini vaxtı-vaxtına veririk, damcı yolundan veririk, damcı ilə və yapraq gübrələrini veririk. Elə bir şey yaxşıdır. O bizim yerli heyvanla dadı fərqlənir. Bu bizim yerli heyvalar, məsələn, onlar da sortları var da, cürbəcür olur. Bunlar başqa sortdur, onlar başqa sortdur. Əsasən yumuşaq olur mən biləm. Bu daha gözə gəlmir olur. Bu yumuşaqdır, 300 qramdan artıq olur, şirinliyi də yaxşıdır. Bir növdə elə bil ki, bunlar armuda bənzəyir, şirinlikdə. Bəli. Sizdə istixana sistemi yoxdur da, yəni ki, alçanı tez çıxartmaq üçün bazara. Yox. Bildiyimiz kimi Siyəzəndə, Xaçmazda mən bilən tez çıxardılar. 15 gün, 20 gün tez çıxardılar. Alçanı baha qiymətə sata bilirlər. Olur. Bizdə münbit şərait var da, istimiz var, əsas odur ki, günəş var burada. Sizdə elə bir fikir var, gələcəyinə elə bir sistem qurmaq? Bizdə də əlbəttə, bizdə də fikrimiz var. İndi ağaçlarımız da görürsünüz, çiçəkdədir, mayalama dövrüdür saat. Bərəkətli olsun. Sağ olun. Bizdə də bəli, fikrimiz var ki, yavaş-yavaş başlayaq bizdə istixana düzəltməyə. Çünki istixana olandan sonra biraz meyvələr tez çıxır, lazımlı qiymətə satmaq olur. Sahibkar istədiyi qiyməti ala bilir.
satma olur lazımdır bir metrə. Sizdə ağsaqqallara xüsusi hörmət olub bu kənddə. Ağsaqqal sözü həmişə eşidilir. Bizdə Tağıyev Elşad vardı. Rayonda polis mayoru idi, Naçalnik Qaya idi. Onun 2009-cu ildə anası rəhmətə getdi. 2009-cu ildə rəhmətə gedəndə o çox imkanlı oğlanların biri idi. Çoxu da dostları var idi. O bir dəfəlik kəndi nəzərə alaraq, bir dəfəlik hüzürün, isti xörəyin pişməsini ləğv elədi. Anasının hüzüründə. Ondan sonra Qəribov Fərhadın anası rəhmətə getdi. Deputatın anası. O da ehsan vermedi. Örnek oldular da Örnek var. oldular. Yani kendin evet, en imkanlı insanları bu hüzürü vermediği bir halda gayri insanlar da mütemel akarınca ham gitti. Hiç kimde hüzür vermedi. Bugünkü günde Respublikada tətbiq olunursa 2026'da bizde 2009'da Yığışdırılmışdı. Yığışdırılmış. 2009'da bizde ehsan olmayıb. Hiç kim atasına, anasına ehsan vermir. Halva, çörək, xurma, çay. İndiki bugünkü gündə Respublikada necədir eləcək? Bizdə 2009'da olur. Aziz tamaşaçılar, bildiyimiz kimi digər bəzi rayonlarda hüzür mərasimləri artıq yığışdırılıb, isti yeməklərin verilməsi tam dayandırılıb. Məsələn, bizdə keçən ildən də deyəsən də dayandı rayonda. 2005'ten 25. Amma bu Muradxan kəndində müəllim dedi 2009-cu 2009-cu ildə tam dayandırılmışdı. Çünki ağsaqqal sözünə bu kənddə həmişə ağsaqqala hörmət edilib, ağsaqqal sözü eşidilib. Nurlan müəllim, gördüyümüz bu qəbirstanlıq çox qədim bir qəbirstanlıqdır. Əvvəllər bu qəbirstanlıq açığı deyəndə biraz belə natəmiz, belə çox Aydın məsələ idi. O vaxtki şəraitdə o idi. Amma indi gördüyünüz kimi bunları, bu bizim qəbirstanlıqda bir çox dəyərli insanlarımız yatır. Allah ruhlarını şad eləsin. Qaçay müəllim, bu kimin qəbridir? Polis Bu zabiti. Elşad müəllimin qəbridir. Çox Daxili İşlər Nazirliyində polis mayoru olub. Rayonumuzda bu necə deyirlər, bu qayı rəisi, yol polisinin rəisi işləyib. Çox dəyərli bir insan idi. İnandırıram ki, sizi elə bəlkə də biyaxdıydınız. O hüzür məclislərində, o təmtəraqlı, o necə deyərlər, o yemək, zat, hamısın bunun təşəbbüskarı ilə onlar ləğv olundu. Yəni insanlara çox dəyərli. Deyəsən anası rəhmətə getmişdi. Bəli, ehsan vermədi. anası rəhmətə getmişdi. Ondan da cəmaət gördü ki, ehsan verilmir. Adicə bir çay, halva, belə yəni isti xörəkləri. Deməli indiki qayda qanunları sizin kənd 2009-cu 2009-cu ildə bəlkə də indi əhalidən soruşmusunuz, öyrənmisiniz, mən də təkrarən deyirəm. 2009-cu ildə biz o ənənəni qoyduq. Hətta bizim, mənsə bir faktı da dəqiq deyim ki, bizim bu qoyduğumuz ənənəni Şeyxülislam Allah şükür Paşazadə də çox bəyəndi və o da bütün regionlarda Azərbaycan məlumatı olmuşdu. Bəli, məlumatı olmuşdu. Şəxsən mən Allah şükür Paşazadəyə Allah rəhmət eləsin ruhu Elşad müəllimin aslında ona bir məktub yazdım. Müəllim, bizim qəbirstanlıqda bir də dəyərli insanlarımızdan biri də Milli Məclisin deputatı, 2 dəfə Milli Məclisdə deputat seçilmiş Qəribov Fərhad da bax bu qəbirstanlıqda uyuyur, bax görürsünüz. Allah ruhunu şad eləsin. Çox dəyərli insan idi. Nurlan müəllim çox dəyərli bir insan idi. Gözəl insan idi, xeyirxah insan idi. İnandırıram ki, sizi bütün rayon üzrə elə bir əhali hal-hazırda da əgər intervyu sorğu keçirsəsə, onu gözəl bir xatirə kimi bax bu insanı yad edin. Mən hətta elə Fərhad müəllim haqqında danışanda Nizami Gəncəvinin bir misrası yadıma düşür. Və həmişə o misra mənim beynimdə durur. Səsləndirin də zəhmət olmasın. Deyir ki, çalış öz xalqını işinə yara, dünya əməlinlə geysin zərxara.